Ay Qasımzadə, aldığımız xəbərlərə görə siz etisab qəzaya əl vurubsuz. İstəyirdik özünüz açıqlayarsınız ki, bu etisabın illəti nədir və sizin istəkləriniz nədir? Ya, ben de Qasımzadəyəm, Zindan Mərkəzi Ürmədə müzam olmuşam. Bir qısa bir mətni vardı, istəyirəm bunu oxuyam, kullu cəmaat bilələr. Bir baxışda hər insan bilir, bu yer üzündə müxtəlif qovmilər və milliyyətlər yaşayırlar. O şey ki, bugün hamıya sabit olubdur. Budur ki, millətlərin arasında dostluq rabitəsi vacib əmridir. Oradan ki, Milləl Müttəhid öz imanların, bəşərin bünyadın hüququna və insanların ərzişinə, kiramətinə, bərabər hüququna Milləl Müttəhid mənşurunu elam ediblər və müxtəlif keşvərlərdən, o cümlə İran, onun özün cəhani hüquq bəşər riayət eləmağına, Milləl Müttəhid sazman həmkarlığına mütəhid edibdir. O cümlədən dünyalı hüquq bəşəri elamiyyəsinin 18-ci maddəsi hər azadə insanın ruhiyyəsi ilə tutarqası vardır. Budur ki, hər kəs fikr, vizdan və məzhəb azadlığın həqqindən bərxurdardır. Bu haqq məzhəbin və əqidəsinin azadlığından dəyişməyə, həm də azadlığıyla məzhəbin və əqidəsini üzə gətirməyə və həm də örgəşməyə, əməl eləməyə və ibadətə, həm də təhliqdə və cəmdə azaddır. Müxtəlif kişilərdə bir iddə xas urfan və əqidədə bu dünyada yaşayırlar ki, İranda bu iddə əhlak adından tanınırlar. Əhlakın qidməti bəşərin tarixinin qidməti ilə bərabərdir. Belə ki, əhlakın nəzəri budur ki, yaranışının başlanmışından insanlar məzhəb, milliyyət, dil və rəhdən sonra iki quruh haqqı batılə bölünür. Və əhlakın Allahdan, insandan və yaranışlıqdan bir urfani baxışı var. Bu cüzdür ki, dünyanın yaradanı ya bütün zat, ya bütün ruh, ya Allah insan şəklində özün nişan verir və bu məsələ onunla ölümlə qutulmur. Bəlkə bu şəkildən ayrı şəkillər, ayrı zamandan, ayrı yerdə aşkar olur ki, insanlar və yaranmışlar onu mübarək vücudundan tez aparırlar. Əhlak mütəqiddir ki, vücudu kulli haman Allah İslamın zuhurundan sonra Həzrəti Mevla Əlinin mübarək vücudunda aşkar olubdur. Və ondan sonra ayrı gəlişliklərdə, ayrı coğrafiyaya iqlimlərdə bu əqidəyə bağlanmış müxtəlif qovmlər vücuda gətirib. Və bir dərin baxışda əhlak Şiə məzhəbinin bir urfani baxışıdır. Biz əhləklər ki, İranın başında yaşayırıq. İndiki hökumət çoxlu surətdə bizə tohum və töhmət eləyir. Biri bu cürdür ki, öz cümləsi məscidlərdə mallalar əhləklərini nəcis və kafir tanıtdırırlar və onların qanın tökməyi helal verirlər. Padqanlarda sərbatların sivillərinə tohum edirlər. Ad qoymağa həqqimiz yoxdur. Öz məsləhətçilərimizin, rəhbərlərimizin adını uşaqlarımıza həqqimiz yoxdur qoymağa. İdarələrdən istihdam həqqimiz yoxdur, qocalarımıza tohun olur, idarələrə müraciə eləyəndə tohun olur. Xülasə və ayrı əvamillər. 4 il bundan qabaq biz Miyandab əhləklərinin bir iddəsi ki, Üstətə kəndində sakin idik. Fişarlardan və tohunlərdən sonra müxtəlif idarələrə və axırda məmləkət rəhbərinə yazı yazdıq ki, əhləklərin etiqadını rəsmiyyət tanır və tohun olmayan. Buna görə bir qanun təsbih edilir ki, bundan sonra həqqimizi vermək əvəzinə intizamın yürüsü üst məqamatının müstəqim dəsturu ilə Miyandabın Üstətə kəndinə həmlə elədilər. Və 6 nəfər bizim qardaşlarımızdan, əzizlərimizdən öldürdülər və evlərimizi qarət eləyəndən sonra ağır silahlarla topa bağladılar və yerlə bir elədilər. Bu ayrı əhləkləri ki, oradaydılar, tutub sillullara və zindanlara apardılar ki, əz cümləsi Nüsrətullah Məhəmmədi və bizim qoca dedəmiz Qubat Qasımzadə və ayrı o arada işləyənləri və hansı əhlək ki, o dövrlərədəydi və görsənidə tutub aparıb aylar işgəncədən sonra azad elədilər. Amma biz 5 nəfər Səndəli Məhəmmədi 51 yaşlı və Bəxşəli Məhəmmədi 49 yaşlı, hər ikisi də Məhəmmədin oğlu və Vədullah Qasımzadə 35 yaşlı, Mehdi Qasımzadə 27 yaşlı, Qubatın oğlu ikisi də və Yunus Ağayan Əyyubun oğlu ki, hamımız da Benab-ı Ənavini müxtəlif idarələrdən ixrac olmaqla, istihdam olmamaqla, danışqağa getməmaqla, əhlək olmağa dövlələrimiz bağlıqlar. Hamımız bu günəcək 4 ildən sonra ruhi fişarların və şikəncələrin altında, Urmiya zindanında saxlayıblar. Lazımdır ki, biləsiniz, Mallalar rejiminin ən böyük zulümü bizim əzəmətli və böyük və kəramətli şahımız, yerin göyün sahibi Həzrət Ağa Nizamın həqqində olubdur. Bəli, bu müddətdə biz neçələr dəfə qəzai və itilatı məsullara yazı yazıb və istəməlilərimizi istəmişik. Hər dəfə bir mahnə gətirib altından çıxıblar.
ki, bu il Fərvərdin ayında 23 gün etisabdan sonra ustanın dadırmanı Ağay Rızayı bizə qol verdiyi istəklərimizi yerinə yetirər və pərvəndəni bağlayıb və qurtarar. Və özü də itiraf elədi ki, mən bilirəm sizə zulm olubdur və mənə 10 gün vaxt verin, ta bu işi görəm. Əlbəttə biz rəhbərimizin dəsturundan ki, buyurmuşlar, əgər Dağıstan-ı Muhterəm qol verirlər, etisabınızı sındırın, zərə eləməsiz. Biz də sındırdıq və əlan 5 aydan sonra hələ xəbər yoxdur. Bizim istəklərimiz oralardır ki, 4 il bundan qabaq məmləkət məhsullarından, əzimlə rəhbər məmləkətdən istəmişdik ki, əhləkləri rəsmiyyət tanıyıb və tohunləri və ihanətləri qurtarlar. İdarələrdə, danışqahlarda, ərtəklərdə ixrac olmayalar, adqanlarda əhləklərin sivilləri vırılmaya və ictimai yaşayış hüquqların verilir. Və bu həmlədən və qaratdan sonra bu cinayət görənlərin mühakiməsində, mənəvi xəsarətlərin qeytərməsində və əqidəmizin azadlığını və əhləklərinin zindandan azad olmağını istərdik. Axırda lazımdır bu nüqtəni işarə edirəm ki, o cəmaat ki, bu rejimin zulmlarını ki, müxtəlif millətlərə, qovmulara eləyirlər, bunun qabağında sakit oturublar, dinməyirlər, bilsinlər ki, onlar da bu rejimin zulmunda şərikdirlər. Və istəyirəm bunu deyirəm ki, o günlərdə bu nüqtəni deyim ki, bir dənə şeir çatdı, türkçü şeiridir ki, deyirdi, qarğanın yuvasına yox düşən, gərək gözündən gözünü ötə. Aya, mən bir qarqacaq yoxam, mənim övümə, eşiyimə həmlə elədilər. Şəhərdən ki, mən özüm qarqa olanmadım. Lazımdır ki, deyəm, gecələn 13 gündə etisabdayıq və bu həqqimizi istəyirik. Etisabdan da əlimizi açmayacağıq. Və bu təəssüfanı eşitmiş ki, eşiklədə ayrı qruplar, ayrı hizblər bu etisabımızdan su istifadə edirlər və deyirlər ki, məsələn, bu filan qruhun himayətini hesab edib ki, bu bir şey yalandır, bu bir şeyin vaqiyyəti yoxdur. Bizim iki cümlən aşkardır ki, bizim həqqığımızı istəyirik. Biz müstəqil bir dənə qoymuq, öz həqqığımızı istəyirik və kullən zulmla zulmü qabul eləməyik. Və ayrı qrupdan zaten himayət istəməyik. Nə himayət eləyik və öz işimizi qabağa aparıyıq. Və əgər istəyib bir nəfər su istifadə eləyik, olay hamısı yalandır, inanmayın, biz heç kəsdən himayət üçün hesab eləməmişik. Biz öz həqqimizi istəmək üçün hesab eləmişik. Vəssalam. Yaş. Sayın Yunus bəy, mümkün olsa rəhmətlik Mehdi bəy Qasımzadənin edam olunması haqqında bizə biraz bilgi verib və açıqlayasınız ki, onun cənazəsi ailəsinə verilibdir ya yox? Yox, verməyiblər. Ona deyilmir o. Elə sən asan gününün sabahı zəhv edilər, dedilər ya, gəlin apayın. Öyle dedilər ya, yox, vermir ki, Niri İntizami ilə apayasız. Gedək fərman Niri İntizamiyə, Niri İntizamidən Niri alasız, Mehdi'nin cəsədini Niri İntizami ilə apayasız. Öydən də qabıl eləmədilər. Edamında da axşam saat 6 idi, Cuma günü, ayın 9-unda. Axşam saat 6-da gəldilər, çağırdılar biləsin. Dedilər ya, icramdır, get yuvun gəl günə. O da gəldi, hamam elədi, məkkəlin zaten o idi filan elədi, giyindi. Bəndi siyasi ilə görüşdü, yol. Hamı təpi saldı biləsinə, gedənlər. Çıxdıq, afaydıq, məsələn, bazirəsi elədilər, filan elədilər. Yeyin zadını saldım, biraz danışdıq, yol. Bir dənə kitab afaydını verdim, oxudu. Süt aparmışdılar, yol, bu da icra eləmişdilər. Ondan sonra da zad elədilər, Mehdi Nasandan sonra. Bir dənə Sərdarın İntizam idi, bir dənə Sərhəng idi, bir dənə Sərqurdu, Rəzindan idi, Məsulullah adı. Olan hamısı gəldilər, bənim davazətən bazılar elədilər. Göydülər, yol, filmzat götdülər, əşk saldılar. Yunus bəy, sizin zindanda indi öz vəziyyətiniz necədir? Mehdi Nasandan sonra rəhsindən gəlmişdi, dedi, sən gəcəkçinən bir ikidə qalcına. Yol, dedim, nə əcəb, dedi, hökmünüzə dolay, yaxşı olay, sınay filan olay. Dedim, mən də davazətdə qalacağım, öz kupəmizdə, hava qasanla da gəlin asın. Sonra getdim, dedim, mənim hökmüm Mehdi ilə birdin, nə əcəbindələn Mehdini asmışsınız, mən qalmışam. Mənim hökmüm bir ondan təhid olubdur, ondan gedib divana, bir dadnaməmiz vardı, nə əcəbində qalıb. Dedi, şayət sənin də bərrəs eləyirlər, şayət əfalay bilə olur, şayət əff verirlər, şayət bilməyəm, qalıq dindi Tehran təhsin tutar. Yazd həbsxanasında olan 3 yoldaşınızın vəziyyəti necədir? Oyda bir dənə mədədi vardı məsulənlər. O Rabit bənin mövcədibdir, zindan məsullar. Rabit bənin mövcədib, Rabit bəninlə o dövrəsində ərazili obaş olmaz. Olanla həm bunlar vurandan sonra, Abafəşizada gediblər mədədiyə deyiblər, təşkimizi roşan edəcəm bizlərə. Bunlar buz yediklər, o da deyib yox ki, əhəzuz həll eləyəsiniz, bizə vurandan sonra bilirlər. Lərziflə olandan sonra, deyiblər mötətdan bəndin, tüm mötətdan bəndində bilə, indələn yəmirlər gəzəməzə. Deyilən hələ pis vəziyyətdədirlər.